uşaqlığım keçib evdə Lori dillə olsa deyəcəm, palçıqdan dolma hazırlayırdıq Nə? biz. Palçıqdan dolma hazırlayırdıq kəndə və s. belə. İnşallah. Hə? Yemirdik. Yemirdik. Amma bacımın uşaqlığına baxdığım zaman görürəm telefonla böyüyüb, yəni TikTok-un qarşısında. Onlar tez Eynən, çox adaptasiya. Amma mənfi cəhətləri məncə çoxdur. Dərslərdən adaptasiya baxımından çox yanlış bir şeydir. Valideynlər də indi nə edir? Bunu valideynlərin bir çox məni qınamasın. Uşağa birbaşa telefonu verməklə laqeydlik edirlər. Həqiqətən belədir. Yəni 1 saat məhdudiyyəti olmalıdır. Dərsə telefonla baxımından. Yəni bacımla eyni yaşda olan gəncləri, uşaqlara belə baxıram ki, mən bacıma və yaxud da mən olduğum ailə bacıma müəyyən qədər məhdudiyyətlər qoyur ki, yaxşı da eləyir. Onunla eyni yaşda olanları görürəm. TikTokdadır, başına, ağlına nə gəlir paylaşır. Yəni baxmır, valideynləri nəzarətsiz qoyduğu zaman bu çox böyük hesablara yol açır. Yəni buna görə məncə mənfiləri çoxdur. Müsbətləri nə olsun ki, internetdə və s. internetin belə bir şey var ki, data bazası. Yəni o dataların başqasının əlinə keçirsə, onu sənin barmağında oyuncaq kimi də fırlada bilər. Ona görə məncə valideynlər daha çox buna üstünə düşsün ki, nəzarətsiz qoymasınlar uşaqları. Dərsi tez bitirib qaçmaq istəyirlər evə, orada telefonla. Biz misal üçün sosial şəbəkədən hazırda müəyyən bir qazanc əldə ediriksə, müəyyən qədər də məlumat ötürməliyik məncə. Ötürülməlidir. Hətta mənim məktəbdə oxuduğum zaman belə bir şey var idi. Telefondan çox kitab oxumaq var idi ki, kitabı oxuyana qrupda, daha doğrusu sinifdə bir qutumuz var idi ki, kim daha çox özünü doğrultsa, dərsləri baxımından və s. belə baxımından həmin ora atılan pulun hamısını həmin uşaq götürürdü. Buna görə rəqabət çox idi. Məncə siniflərdə və s. bunun olması düzdür, pulu təbliğ etməkdən çox, həmin o oxuyub daha çox birinciliyi əldə etmək, təşviq etmək daha yaxşı olardı məncə.